Zülfiqar qılıncı İmam Əliyə necə çatdı və o indi haradadır? Allah Həzrəti Adəmi cənnətdən yerə nazil edəndə onunla birgə Zülfiqarı da nazil etdi. Zülfiqar cənnət ağaclarının yarpağından xəlq olunubdur. Allahın Peyğəmbəri Həzrəti Adəm onunla cinlərdən və şeytanlardan olan düşmənləri ilə vuruşurdu. Onun üzərində belə yazılıb: Mənim Peyğəmbərlərim bir-birinin ardınca bununla vuruşacaq. Sonra siddiqlər bir-birinin ardınca bununla vuruşacaqlar. Ta ki Əmir əl-Müminin onun varisi olana qədər. O, ummi, yəni Məkkəli olan Peyğəmbəri müdafiə edəcəkdir. Buna görə də Zülfiqar qılıncı Peyğəmbərlərin mirasından sayılır. Onlar bir-birinin ardınca bunun varisi olmuşlar. İmam Əlinin qılıncı Ühud döyüşündə sınanda Cəbrail səmadan Zülfiqar qılıncı ilə nazil oldu və nida etdi: Zülfiqardan başqa qılınc, Əlidən başqa igid yoxdur və onu Peyğəmbərə verdi sallallahu aleyhi və alihi və səlləm. O da qılıncı İmam Əliyə verdi aleyhissalam. Zülfiqarın dərəcəsi Musanın əsasının dərəcəsindədir. İmam Əli düşmənləri ilə döyüşə çıxdıqda düşmənləri təhlükə hiss etdiklərindən geri çəkilirdilər. Yaradılmışlardan kimə bu qılıncla zərbə vursaydı, bu dünyada həmin kəsi ailəsindən və övladlarından ayrı salardı. Axirətdə isə onu cənnətdən ayrı salır. İmam Əlinin zərbələri Zülfiqar səbəbi ilə belə vəsf olunurdu: Əgər yuxarıya doğru çıxsaydı, bir şeyi uzunlamasına kəsərdi. Amma əgər qınından üfüqi çıxsaydı, o zaman tən ortadan kəsərdi. Amma Zülfiqarın vəsfinə gəlincə, İmam Sadiqdən belə nəql olunur: Zülfiqar ona görə Zülfiqar adlandı ki, çünki onun mərkəzində insan kürəyinin ortasındakı fəqərəyə bənzər şaquli xət var idi. Sonra buyurdu: onun həlqəsi gümüşdən idi. Əmir əl-Müminin Peyğəmbərin vəsisi, yəni canişini olduğundan Zülfiqarın varisi oldu. Sonra bu qılınc bir-bir onun övladlarından olan imamlara keçdi, ta ki imamət İmam Mehdiyə yetişənə qədər. Əccəlallahu Teala fərəcəhu şərif. O qılınc indi Ali Muhammedin digər mirasları ilə birgə Həzrəti Mehdinin yanındadır. Ona görə də bu qılınc İmam Mehdinin imamlıq əlamətlərindən sayılır. Həmçinin onun zühurunun əlamətlərindən sayılır. Belə ki, hədisdə buyurulur ki, onun qiyam vaxtı yaxınlaşdıqda Zülfiqar qılıncı açıq aydın ərəb dilində danışacaq: Ey Allahın vəlisi, Allahın adı ilə qiyam et və mənimlə Allahın düşmənlərini qətlə yetir.